Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz. Mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Göygöl rayonundayım. Göygöl rayonunda biz gözəl öz həmyerlərimin yanındayım. Kəlbəcəri ziyalılarının yanındayım. Hər zaman biz Kəlbəcəriləri çəkirik, bütün Respublika ziyalılarını çəkirik. Və bu günlərim sizə təqdim edəcəyəm müəllim həm gözəl ağsaqqal, gözəl ata, gözəl baba, gözəl həm də təhsil işçisidir. Bu günlərim 2026-cı 22 demək yanvar tarixidir. Bir daha biz Kəlbəcərilərin qonağıyıq. Salam, xoş gördük müəllim. Allah canınızı sağ eləsin. Adınız, soyadınız müəllim? Ələskərov Səbuhi Aslanoğlu. Çox gözəl. Səbuhi müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 22 il. 22 il. Ondan əlavə başqa hansı işlərdə işləmişsiniz? Ondan əvvəl Kəlbəcər rayonunda uzun müddət qalxmışlar işləmişəm. Bəli. 93-cü qaşqı düşmüşük. Bəli. Yanşaq kəndində kolxoz sərvisi kimi məşğul olmuşam. Gəlib bax bu kənddə, kənddən məskunlaşmışam. Bəli. Hansı fəndə tədris eləmişsiniz müəllim? Hansı fəndə tədris eləmişsiniz? Hərbi müəllim işləmişəm. Hərbi rütbəm olduğuna görə mən əsas ixtisasım başqa sahə, kənd təsərrüfatı üzrə idi. Bəli, bəli. Bu kəndə gələndən sonra məktəbdə hərbi müəllimə ehtiyac olduğu üçün məni qəbul edildi. Sıra müəllim kimi işləmişsiniz, sonra rəhbər şəxslərdə işləmişsiniz. Rəhbər şəxsi. Məktəbdə hərbi rəhbər. Hərbi rəhbər. Direktor müavini kimi işləməmisiniz ki? Xeyr, elə o gedir hərbi rəhbərdir. İndi hal-hazırda neçə yaşınız var müəllim? 74 yaşım tamam oldu yanvar ayının 1-də 75'e keçmiş. Çox ki, yubiləyə gəlmişdi onda. Allah sizə uzun ömür versin, can sağlığı versin. O gün olsun ki, sizin 80 yaşınız, 90 yaşınız, 100 yaşınız olsun və inşallah Kəlbəcərdə gələk sizlərlə bağlı gözəl çəkilişlər edəyim müəllim. Allah təala sizə uzun ömür versin. Bəli, hörmətli izləyicilərimiz, gördüyünüz kimi Çağdaş Təhsil Mətbuatında biz inşallah müəllimi işıqlandıracağıq. Müəllimə həm jurnalda, həm sosial şəbəkələrdə uzun ömür, can sağlığı arzu edirik. Və arzumuz odur ki, müəllimin nəvələri də, övladları da müəllim kimi dəyərli vətəndaş olsunlar. Neçə övladınız var müəllim? 3 evladım var, çox oğul evladım var. İkisi ali təhsillidir, polis sistemindədirlər. İkisi də polisdədirlər. İkisi polis. Kəlbəcər polisdə, yoxsa Göygöl polisdə? Biri Kəlbəcər polisindən parkov leytenantdır, biri Göygöl rayon Sarsu bölməsində sahə rəisidir, kapitandır. O oğlum Göygöl dövlət qoruğunda yegerçidir. Çox gözəl. Və qızınız yoxdur? Qızım yoxdur. Nəvələr var? 3 gəlinim var, onların qızları Qızlarınız. Allah saxlasın. 7 nəvəm var. Çox gözəl. Böyüyü 7-ci sinifdə oxuyur. Çox gözəl. Kiçiyi 5 yaşlı, bax, oturan Allah saxlasın. məktəbdən təzə gəlir. Gəlin bura, gözəl bala. Gözəl bala, gəlin bura. Bəli, hörmətli izləyicilərimiz, biz Çağdaş Təhsil komandası olaraq gözəl bir ailənin qonağı olduq. Bizim gözəl balamız da müəllimin nəvəsidir. Allah saxlasın. Sən adın nədir? Lamiyə, ay maşallah. Sən böyüyəndə kim olmaq istəyirsən? Müəllim, həkim, kim olmaq istəyirsən? Həkim. Həkim olmaq istəyirsən, Allah saxlasın. Müəllim, bax bu çəkilişimiz vasitəsilə nəvələrinizə, nəticələrinizə öz ürək sözlər nə deyə bilərsiniz? Mən nəvə nəticəm, şöhrətlərimə həmişə vətəni sevməyi, yaxşı xalqa yararlı övlad olmağı aralamışam, tövsiyə eləmişəm. Mən özüm 94-cü ildə Qaçqınlıq evində uşaqlarımla körpə idi, qocayla burada, bax bu evdə yersiz qoydum, getdim hər 701 batalyonda bələdçi kimi. Yanşaq kəndə alındı, Kəlbəcərin 20 neçə kəndə alındı. Məlum olmayan səbəblərə görə... O barədə danışmayan, o həmsirlərdir. Biz sizlə bağlı gəlmişik, Allah təala sizə uzun ömür versin, can sağlığı versin. Mən evlatlarıma həmişə vətənpərvər olmağı arzulamışam, hansı vəzifəsindən asılı olmayaraq. İnsan vətənpərvər olmalıdır, vətəni sevməlidir. Çox gözəl. Çağdaş Təhsil komandası olaraq siz kimi əmrlərlə fəxr edirik, qürur duyuruq. Təşəkkür edirəm.